Əziz şagirdlər, bu suala diqqətlə dinləməyinizi istəyirəm. Qəbul imtahanına dəfələrlə bu tipli sual düşüb və əsasən də situasiya hissəsində bu məsələləri verirlər. Odur ki, diqqətlə dinləyin. Deməli, 3 dənə qazımız verilib və bu qazlar ardıcıllıqla birinci qaba və ikinci qaba daxil edilir və daxil edildikdən sonra deməli prosesin sonunda deyir ki, birinci qabda CO2 udulur. Baxın, birinci qabdan bu udulduqdan sonra artıq potaşa çevrilir. Yəni burada potaş alınır. Daha sonra yerdə qalan 2 qaz isə deməli ikinci qabda məhz amoniak verir ki, baxın ikinci deməli qabda amoniak qazı tam udularaq amonium şurasına çevrilir. Deməli burada potaş alınır, burada amonium şurası alınır və biz bilməliyik ki, deməli potaşın formulu kalium 2CO3-dür. Baxın, bizdə 89-da bu deməli qabda baş verən reaksiyanın tənliyini yazmağımızı istəyir. Yəni birinci qabda. Odur ki, birinci qabda dedik CO2 qazı tam udulur kalium hidroksid tərəfindən və potaş əmələ gətirilir, alınır və su alınır. Deməli 88-də biz X maddəsinin formulunu kalium hidroksid, Y maddəsinin formulunu isə nitrat turşusu deyə qeyd edirik. Niyə görə? Çünki nitrat turşusu amoniakla reaksiyaya girərək ammonium şurası əmələ gətirir. İndi isə uşaqlar gəlin 90-a baxaq. 90-da deyir ki, ikinci qabda yerləşdirilmiş demək 200 milli məhlulda olan Y maddəsinin, yəni baxın bu qabda 200 milli deməli Y maddəsi var imiş. Onun 50%-i 0,6 mol NH3 ilə tam reaksiyaya daxil olur. Reaksiyadan əvvəl ikinci qabda olan məhlulun molar qatılığını hesablayın. Deməli biz bilməliyik ki, uşaqlar bu reaksiya 1/1 nisbətində gedir, birmənalı olaraq. Və həmçinin bizə məlum olan məqamları burada yazırıq. Deməli həcmimiz 200 milli, o da öz növbəsində bərabərdir 0,2 litrə. Və həmçinin deməli bizə aydın olan bir digər məqam isə NH3-ün deməli 0,6 mol olmasıdır. Və Y-ın, yəni Y burada bizdə nitrat turşusu idi. Y-dan 50%-nin reaksiyaya girməsi. Deməli burada bizə nə aydın olur? Deməli əgər 50%-i 0,6 ilə reaksiyaya girirsə, 100%-i 1,2 ilə reaksiyaya girəcək. Və bu 1,2-ni biz deməli bölsək ümumi həcmə, çünki bizdən molar qatılığı mol bölü litrlə tapmağımızı istəyir. O zaman biz alacağıq 6 mol bölünsün litr. Deməli, reaksiyadan əvvəl ikinci qabda olan məhlulun molar qatılığı 6 mol imiş.